Dəyərli dövlət qulluğuna və magistra hazırlaşanlar. Bugünkü mövzu izahımız fiqur ədəd əlaqələri, digər adı ilə rebuslar. Yenə bu sualın, bu mövzunun daha doğrusu axırına qədər baxacağıq. Çünki daha çox sual düşür və axırdakı sual tiplərindən də düşür. Lakin davamlı deyil, yəni ardıcıl olaraq deyil. Gəlin başlayaq ilk sualımızdan. Görək necə həll edərik. Belə suallara hər dəfə eyni tərzdə yanaşırıq və çox vaxt doğru çıxır. Necə yəni? Belə baxırıq da, eynilərdən fərqini almağa çalışıram. Bunu sual işarəsində fikirləşə bilərsiniz. Yəni, sual işarəsi hansıdırsa, onu haradadırsa, o fiqura almağa çalışırıq. Digər halda, bax, bu 2-də də belədir. 8 və 4-dən 5 almağa çalışırıq. Gəlin, birincidən başlayaq. Təbii ki, ilk olaraq toplayırıq, çıxırıq. Toplasaq, yəni vururuq sonra. Toplasaq nə edir? Bax, 12. Tamam, böldüm 2-yə 6. Toplasam edir neçə? 12. Axı, bu alınmır böləndə 2-yə. Onda indi bir dəfə də vuraq da, çıxa bilmirik. Vursaq eləyir 32. 32 aldım. 32-dən 6-nı, 32 nəyəsə böləndə 6 eləmir deyib, həmən dəqiqə üstünü bağlamırıq. Çünki hər tərəfli fikirləşirik. 4 dəfə 8-in vursam eləyir 32. Nə edirəm? Bax, 3-dən 2-nin də hasili edər 6. Bərabər də 6-ya. Növbəti də 5-i 7-yə vuranda edir 35. Vuranda. Deməli, 35-də də 3 və 5 rəqəmlərini vuranda edir neçə? 15. Eyni qaydana indi 4-ü 9-a vursam 36, 36-nı da rəqəmlərin bir-birinə vursam 3-ü 6-ya vuranda 18. Növbəti ikinci sualımızda eyni qaydadır. Yenə vururuq. Rəqəmlərin bu dəfə 8-i 4-ə vururam 32, rəqəmlərini toplayıram 3 plus 2 kimi. Davam eləyək. 5-ci suala baxaq. Görək necə yazarıq 5-ci sualı. Nə fərq edirəm? Görürəm ki, bir olsun ki, belə sütun şəklində baxaq birincisi. Baxsam 35 alıram. Burada 36. Bəlkə ardıcıl rəqəm nə idi? 35, 36. 35. Bu alınmadı axı. Burada elədi 24. Onda isə belə baxmayaq. Gəlin belə baxaq. Bunları toplasam, çıxa bilmirəm. Toplasam nə edir? 56. Nəyə fərq edirəm? 8-də 7-yə vuranda 56 edir. Baxın, həmçinin. Topladım, bu elədi 45. 5-də 9-a vuranda 45 edirmi? İndi, 51-in üzərinə nə gələcəyəmsə, 9-dan 12-nin hasili edəcək. 9-dan 12-yə vuranda edir 108. 108. 51-in üzərinə nə gəlməliyəm 108 eləsin? Təbii ki, 57. Yəni, sual şərəmin yerində 57 rəqəmi durmalıdır. Davam edirəm. Baxaq 8-ci suala. Deməli, yenə ortadakını almağa çalışacağım. Kənardakılar. Ortadakı digərlərinə fərqlənir. Digərlərin hamısı kənardadır. Ortadakını almağa çalışsaq, görək nə edərik? Bir dəfə, nətər baxaq? Qarşı-qarşıya baxaq da, gəlin birinci. 6-nı 8-ə vursam, 48. 13-ü 5-ə vursam, 65. 68-dən 45-in çıxsam elə 17 edər. Birinci üsulumuz doğru alındı. Yəni, belə qarşı-qarşıya baxırıq. Bir dənəsini yazım, digərlərini şifayə edək. 13 vur 5 minus 6 vur 8. Bu da mənə verər 65 çıx 48, yəni 17 rəqəmi, ortadakı rəqəmi. Bəs digərlərində də olur. 9-u 3-ə vuranda 27, 3-ü 8-ə vuranda 24. Həqiqətən də 27-dən 24-ü çıxanda 3 alıram. Ondasa 6-nı 7-yə vuranda 42. 42-dən nəyi çıxsam 32 alar. 32 alınar, düzdürmü? X-im burada 10'dur. Bəs X-im nəyin hasilidir? 2 ilə sual işarəsinin hasilidir. Yəni, 2-ni 5-ə vurmalıyam ki, 10 eləsin. C variantımız doğru cavabdır. Devam edək. Neçə suala baxdıq? Buradan 4 suala bəsdir. Yəni, 4 sualda buradan baxaq. Növbəti, baxıram 12-yə. Necə yazaram 12-ni? Bir dənə yuxarıda 5 veribdir, aşağıda da fərqli rəqəmlər verib. Bu rəqəmləri vursam çox böyük edər. Gəlin toplasaq. 4-ü 2-yə 6, bu da 14, edər 20. 20-ni tutaq ki, bölsəm 4-ə, edər 5. Bu rəqəm 5. Deməli, digərində də yoxlayaq. 16, 12-də bu, 28. 28-i 7-yə bölsəm, yenə 7-yə yox, neçəyə bölmüşdüm? 4-ə bölmüşdüm, 5 almışdım. 4-ə böləcəm 28-i, edəcək 7. Demək ki, bu üsul doğrudur da. Buradan yoxlasaq. 30
40, 44. 44'ü 4'e bölsəm, alaram 11 cavabını. Devam etsək. Hər dəfə nəyisə almaq məcburiyyətində deyilik. Misal üçün, nə demək istəyirəm? 7 ilə 4-dən 4-ü necə alaram? Tutaq ki, deyim ki, ilk ikisini vururam bir-birinə, bölürəm 4-ə. 28, 4-ə yox, 7-yə deyək. Yuxarıdakını da deyə bilərik, 7-yə deyə bilərik. Amma bunları toplayan, vuranda 18. 18-i nəyisə böləndə 4 eləmir axı. Və yaxud toplayanda. Toplayanda alıram 11 hər ikisindən. 7, 4, 9, 2. Yenə 4 ala bilmirəm axı. Onda sən nə edirəm? Belə baxmağa çalışırıq. Baxın, hamısını toplayıram. 4, 4, 7. Bu mənə 15 verər. Vuranda çox böyük deyil, lazım deyil. Deməli, yenə toplayıram. Bu mənə 15 verir. 15, 15. Demək ki, bunun da cəmləri, bunun içərisində olan rəqəmlərin cəmləri də 15 etməlidir. Ondasa mən bura 2 qoymalıyam ki, cəmi 15 etsin. Növbəti. Baxaq neçəyə? 17-yə. 17-də necə alaram? Kənardaşlardan ortadakını almağa çalışıram. Ondasa birinci tərəfi toplasam, edər 15. İkinci tərəfi toplasam, 10. Tutaq ki, 15-dən 10'un çıxdım 5, vurdum 2-yə. Amma digərlərin ortadakında danışa bilmədim. Ortasındakı rəqəmlərə baxın. 23, 13. Nəysə 2-yə vuranda o rəqəmləri ala bilmərəm axı. Biraz fərqli yanaşaq. Hasilləri ilə gedək. 8-i 7-yə vursam 56, bu da 24. 56, 24. Çıxanda toplayanda eləmir. Ondasa artıq belə gedək. Çarpaz. Çarpaz geçsəm, 7-ni 6-ya 42, bax 8-i 4-ə neçə eləyir? 32. 42-dən 32-sini çıxsam, cavabını alaram. Deməli, çarpaz baxırıq. 8 vur 4 minus tərsinə yazdım. İlk bunları yazmalıyıq ki, böyük olsun. 7 vur 6 minus 8 vur 4. Vur 4. Vurmaq işarəmə baxın. Bu da elədi mənə 10. Devam edirəm. Digərlərində də təbii ki, yoxlayıram. Bəlkə heç olmayacaq. 8-i 5-ə 40. 7-ni 9-a edər neçə? 63. 63-dən 40-ın çıxsam, həqiqətən də 23 cavabını alaram. Onda deməli 8-i neçəyə vurmalıyam ki, 5-i 7-yə vuranda 35. Həmin ədəddən 35-in çıxanda 13 eləsin. Neçədən? 48-dən 13-ün yox, 35-in çıxanda edir 13. Düzdürmü? 13. Onda ise 8 neçəyə vurmalıyam ki, 48 etsin? Bu da 6 rəqəmini almış olar. Misal həllimiz belə. Bir də 19-a baxaq. 19-cu sualda nə edim? Kənardaşların notlarını almağa çalışım yenə. 4 dəfə 8-in, bax 4 dəfə 8-in 32. 5 dəfə 3-ün 15. 32 ilə 15 47 edər. Birində də yoxlayaq. 15, 28. Yenə edir. Qarşı-qarşıya vururuq, sonra toplayıb ortadakını alırıq. 2 dəfə 6-nın 12, 9 dəfə 4-ün 36. 12 ilə 36 bizə verər 48 rəqəmini. Biraz baxaq nəyə? Misal üçün 29-a baxaq. 29-cu sualda 2, 2, 3. Gəlin bunları görürəm ki, balıcı ədədlərdən böyük ədəd alıb da, vuranda da balıcı ədəd eləyir. Nə eləyir? 12 eləyir də, vuranda da. Ondan sonra bunların kvadratlarına falan baxaq. 2-nin kvadratı olmur, yenə olmur. 2-nin kvadratı kimi fikirləşsək. Nə kimi baxaq? Yəni 2-nin kvadratı. Yox, nə oldu? Baxın, tərsinə baxın, bir şey fərq elədik. 94 əslində 49 kimi fikirləşsək. Burada da 63, 36 kimi fikirləşsək, bunlar nədir? Kvadrat ədədlərdir. Yəni, nəysə kvadratda 7-ni 6-nı kvadratda qaldıranda bu ədədləri alırıq. 7 bilirsiniz nədir? 2 plus 2 plus 3. 4, 7. 7-ni yəni toplayır, sonra kvadratda qaldırır, sonra tərsini yazır. Biraz uzun gedibdir. 1 ilə 3-ü toplasam 4, üzərinə 2, 6. 6-nı kvadratda qaldırır, 36, tərsini yazır içəri. 4 ilə 2 topladım 6. 3-də gəldim üstünə 9. 9-un kvadratı edir 81. Tərsini yazacağım içəri 18. Diqqətli olun, 81 variantında veribdir. Devam edirəm. 35 kimi bir suala baxaq. 35-ci sualda əlləri ilə bir işləyim, ayaqları ilə bir. Görüm elə. 16, 11. Bu mənə verər 27 toplasam. Bu da mənə verir 17. Və salam elə 27-dən də 17-sini çıxıram. Edir 10. Yazıram başına. 17, 16 toplayıram. 17 ilə 16 çıxanda edir 1.
İndi bu edir 5, düzdürmü? Yuxarı nə edir? Yuxarı neçə etməlidir ki, ondan 5-in çıxanda 15 qalsın? Deməli 20 olmalıdır. Bura 11 qoyuram ki, 9-dan 11 toplayanda 20. 2-nin üçün də cəmi 5. 20-dən 5-i çıxım, 15 rəqəmini alım. Sual işarəmin yerində 11 dayanır. Bir də ki, burada 30-cu sualda bizə belə bir qara verib. Altdakı hissəni qara olaraq biraz ayırıbdır. Bu əslində bizə köməkdir. Necə köməkdir? Burada demək istəyir ki, yuxarıdakılarla aşağıdakını ayırıram. Necə? Baxaq görək nə edir. Baxın hələ. Başlayayım bir dəqiqə. 2-ni vurur 3-ə, 6. 6-nı da vurur 6-ya, yuxarıdakıları deyirik. Bunların hasili edir 36. 36-nı 6-ya bölür 6. Bir də buna baxaq. 4-ü 3-ə vuranda 12, 12-ni 5-ə vuranda edir neçə? 60. 60-ı 2-yə bölsəm 30. 4-ü 5-ə vururam 20, 20-ni 3-ə vururam 60. 60-ı 5-ə bölsəm 12 rəqəmini almış olaram. Devam edirik. Devam edirik 34-cü sualdan. Bu kimi suallarda çalışın piramid kimi baxın. Yəni bax belə üç bucaqlara ayırın, elə baxın. Eyni qaydanı 39-da da edəcəksiniz. O indi şifahi belə deyəcəm. Belə götürməyə tərsinəsini götürək ki, sual işarəsini yazı bilək də. Baxın belə götürürəm. Belə götürürəm. Bir də belə götürürəm. Aha. Nə edir? Bax 4-ü vurur 6-ya, bölür 3-ə. 4-ü 6-ya vursam 24 bölsəm isə 8. Eyni qayda 5-i vurur 12-yə 60. 60-ı bölür 3-ə 20. Deməli 7-ni vuracam 9-a böləcəm 3-ə. 7-ni 9-a vuranda edir 63. 3-ə də bölsəm 21 rəqəmini almış olaram. 39-a nə demək istəyirdim? Yenə piramid şəklində baxın. İstədiyiniz yerdən götürə bilərsiniz bunu. Lakin burada 19-dan 14-dən cəmi nə fərqinə baxsaq. Fərqinə baxsaq 5 tutaq ki 3-ə vursaq. Digərində alınmır. 8, 10 alınmır. Cəmi də edir 33. 33-dən də 15-i biraz çətin alarıq. Deməli nə edir? Əslində rəqəmlərini işləmədi. Baxın, rəqəmlərini işləyəndə 9 ilə 1 edir 10. Bu da edir neçə? 5. 10 ilə 5 toplayır. Eyni qayda. Baxın, rəqəmlərin cəmi bu edir 1, bu da 8. 1 ilə 8-i toplayıb 9 olaraq yazır. Eyni qaydanı mən burada istəyəm. 9 ilə 1-i toplayıb 10 yazacağım. Devam edirik, devam edirik. Nəyə baxaq? Misal üçün baxaq 48-ə. 8 ilə 4-dən almışam 2. Ağlıma birinci nə gəlir? Deyirəm bunu 2-yə vurum. İkisini də 2-yə vurum, çıxım. Yox, bunu 2-yə vurmayayım da 16 eləsin, ikisini çıxım. Bunda alınmır. Qayıtdım geri. Nə edərəm? 8 ilə 2-dən necə alaram? Hər şeyi fikirləşək də. Tutaq ki, vurdum bir-birinə 16. İkincini çıxdım. Bu ikincidə də yarayır. Yəni 8-i vurur 2-yə. Bir-birinə. Sonra ikincini çıxır. Bu ilə bil ki, qeyri-aşırı operator kimi fikirləşsəz, A-nı vurur B-yə, sonra B-ni bir dər çıxır. İndi 9-u 5-ə vursam 45. Bu 5-i bir də çıxacam. Olacaq neçə? 40. İndi mən nəyi vuracam? 4-ə, sonra 4-ü çıxanda. 4-ü çıxanda 48 edirsə, demək ki, vuranda 52 eləməlidir. Nəyi onda 4-ə vuranda 52 edir? Bu da 13 edər də. 13-ü 4-ə vuranda 52 edir. 4-ü çıxanda 48. Baxın belə. Növbəti yuxarıdan birinə də baxaq. Gəlin baxaq 43-ə. Biraz da böyüdüm. Yenə eyni qayda kənardaşlardan ortadakı mərkəzdəki rəqəmi almağa çalışıram. Birinci baxıram yenə topluma çıxmaya da eyni qayda. 7 ilə 9 16, 8 ilə 3 8 ilə 3 edər 20, vurmuram, toplayıram 11. Olmadı axı. Devam eləsək, başqa cür yanaşsaq. Bəs vursam 9-u 7-yə nə edir? 63. 3-ü də 8-ə vursam 24. Elə 63-dən 24-dən çıxsam 39 edər də. Digərində də yoxlayaq bir dənə sonra. 12-ni 6-ya vursam 60, 72. 72-dən çıxacam 5 vur 9, yəni 42. 72-dən 45-in çıxanda bəli, edir 27. Demək ki, qaydamız eynidir. Ondasa 5-i vuracam 8-ə, edəcək 40. 40-dan çıxacam 3-ü 9-a vuranda edir 27. 40-dan 27-sini çıxsam alaram neçə? 13. Baxaq neçəyə? 51-ə. 51-in burada biraz üstəcəlik falan qoyub durun görüm onu necə ağardıram. PDF-də elə düşüb. Nə oldu bəs? Aha. Qoyun bunları ağardım bir dənə. Sizi yayındırmasın bu. Ağarda bilmirəm.
Başqa var? Yoxdur ki, tamam. Devam eləyək. Deməli, necə alıb? Nəyə baxım? Baxın hələ yoldaşlar. 7-nin üzərinə 5 gəlir, alır 12. 5-in üzərinə 12 gəlir, alır 17. Düzdürmü? Digər tərəfdən də baxaq. 8-in üzərinə 1 gəlir, alır 9. 8 ilə 9 toplayır, alır 17. Düzdürmü? Onda isə baxaq buradan. Yenə eyni qayda. 15 ilə 1-i topladı 16. 1 ilə 16-nı topladı 17. İndi mən buradan nə bilməliyəm? 3 ilə A-yı toplayanda B eləməlidir. A ilə B-yi toplayanda 17 eləməlidir. Birinci A ilə B-yi toplayanda 17 eləyirsə, variantlara baxsam, D variantı gedər. B variantı ola bilər. A ola bilər. C ola bilər. 7 getdi. İndi mən A-ya nə verim, B-yə nə verim? Bir də nə demişdik? Dedi ki, 3 ilə A-yı toplayanda B eləməlidir. 3 ilə 6-nı toplasam 11 etməz axı. A variant getdi. İndi 3 ilə 7-ni toplasam 10. 10 ilə 7-ni də onu toplasam edər 17. Və bu doğrudur. Burada yerlərini dəyişib verib. 3-ün üzərinə 10 gələndə 7 etmir deyə səhv götürürük. Devam edək, baxaq başqa bir suala. Nəyə baxaq? 54. 54 maraqlı sual olmuş. Deməli, devam edək. 54-cü sualdan deməli, birincisidə sual işarəsi var. Qələmim gedib. Birincisidə sual işarəsi var. Axırıncıdan digərlərindən baxaq. Görürəm ki, 19 ilə 30-u toplayanda, yenə bax, eyni şəkildə baxaq. Yəni, eyni fiqurlara eyni. Bu ikisinə bir yanaşıram, bu ikisinə bir yanaşıram. Belə daha tez tapmaq olur. 19 ilə 30-u toplayanda eləyir 49. 49 nədir? 7 vur 7-dir də. Görək, bunda da eyni şəkildə olur. Toplayanda 56, 8 vur 7, 56 olur. Deməli, 6 vur 7 bu ikisinin cəminə bərabər olacaq. 6 vur 7 edir 42. 6-nın üzərinə nə gəlsəm 42 edər. B variantı 36. Devam edək, fərqli bir sual. 58-ə baxaq. 58-ci sualda nə görürəm? Burada deməli 8 ilə 4. Bu rəqəmlər əslində kubdur. Düzdürmü? Kublardır. Yəni tutaq ki 4-ün kubu, 5-in kubu, 3-ün kubu, 2-nin kubu. Elə yanaşsam 4-ü necə alaram? 8-dən 4-ü çıxaram da. 9-dan çıxaram 4-ün, edər 5. 5-i kuba qaldıraram. 6-dan 4-ün çıxır 2, 2-ni kuba qaldırır. Bu nəyin kubuydu? 3-ün kubu, düzdürmü? 27 3-ün kubudur. Ondasa 3-ü almaq üçün bura 5 qoyaram ki, 5-dən 2-si çıxım. 3 eləsin, onda kuba qaldırım. Ay, 3 yox. Sual işarəsinin yerində 5 durmalıdır. Devam. 62. Belə suallar da, baxın, bu ikisi 1-dir. Səndən də bunun tayını soruşur. Deməli, bax, görək bunlarda qanuna uyğunluq necə olubdur. 23, 15. Burada verib 23-ün yerinə. Topladı, vurdu 2-yə. Əsal. Deməli, özümə əsal ol deməyim. 2-ni 3-ə vuranda 6, yox, toplayırıq. 2 ilə 3-ü toplayıram 5, 2 ilə 3-ü toplayıram 5, vururam 2-yə. Həmin yerə yazıram. 5 ilə 1-i toplayıram 6. 6-nı vururam 2-yə, baxın 12. 7 ilə 2-ni toplayıram. 9 2-yə vururam 18. Eyni şey edəcəm. 4 ilə 2-ni toplayıram. 4 ilə 2-ni toplayıram. 6. 2-yə vursam 12. Burada olacaq 12. 12-dirsə getdi variantlarım. 3 ilə 1-i toplayıram. 4. 2-yə vursam 8. Bura alınır 8. 8-dirsə variant getdi. Devam edirəm. 3-cüdən də baxsam çıxır. 5 ilə 4-ü toplayıram. 9, 2-yə vursam 18, Y variantı getdi. A variantım doğrudur. Axıra qədər işləməyi həfsəm çatmayıb variantlarını gedirəm. 67. Görürəm ki, nə görürəm 67-də? Görürəm ki, bir dənə fiqurun içində 5 dənə rəqəm verir və bunların heç biri bir-birindən fərqlənmir. Yəni, yerləşmə olaraq, fərqli fiqurun içində olaraq. Nə edirəm? Bunların hamısına eyni yanaşıram. 9 ilə 8, 17, 3-ün gəldim. 17, 20, 5 ilə 4, 9, 27, 29. Buradan aldım cəmlərindən 29. Devam edirəm. Yenə 15, bu da 20, 27. Ola bilər 2 vahid azalır. İndi üçüncüdə biləcəyik. 6 ilə 6, 12, bu 15, o da 25. Baxın necə gedib? 29, 27, 25 nə alacam? 23. İncələk, net çatışmır. 8 ilə 5 edər neçə? 13, 16, 20, 5 də qoysam 25. Səhv hesablamadım ki. 12, 17, 20, yox düzdür. Devam edək.
Devam edək 70 tipli suallardan 73, 74 bunlara baxaq. Belə suallarda çalışın rəqəmlərlə işləmə üsulu ilə yanaşın. Bunlar rəqəmlərlə işləməni artıq biz həm qeyri-aşkar operatorlarda, həm ardıcıllıqlarda bilirik də, düzdürmü? Baxın, rəqəmlərlə işləyəndə burada nə alınır? Cəmlərindən alınır 1. Burada alınır 2. Belə suallarda, dairə formasında olan suallarda ya ardıcıl baxırıq, bir dənəsindən götürürük, ya ardıcıl bax belə gəlirik sadə qrəb istiqamətində. Belə də gələ bilərsə, fərqi yoxdur, sadəcə azal-azal gedəcək. Deməli, bir də ki, qarşı-qarşıya. Əgər belə bir şey alınmasaydı, qarşı-qarşıya baxacaqdıq. İndi elə bir sualı da baxacağıq. Bunların cəmindən alınır 3, buradan 4, buradan 5, buradan 6 alınmalıdır, 7 və 8. Deməli, 6 alınması üçün variantlara gedirəm. Hansı rəqəmlərin cəmi 6-dır desək, C variantı doğru çıxmış olar. Burada da eyni qaydadır. 9-5-ə də eyni qaydadır. Bir də gəlin belə bir kürəyə baxaq. Bunlar da qarşı-qarşıya olmalıdır, elə bilirəm. Aha. Biz baxırıq ki, burada rəqəmlərin cəminə baxsaq, hasilinə baxsaq, hasil edər 3, hasil edər 2, hasil edər 4, burada 6. Bir ardıcılığım yoxdur, düzdürmü? Cəmi edər 4, cəmi edər 3, cəmi edər 5, yenə bir ardıcılığım yoxdur. Deməli, necə yanaşıram? Artıq buna qarşı-qarşıya yanaşıram. Bax belə. İndi bundan da bu olacaq. Hamısını bir-bir eləməyim, hamısını bir yerdə eləməyim, çarıxmayaq. 13-dən 52-yi necə alaram? Vuraram 4-ə. Yaxşı, deyək ki, hamısını bəlkə vurur 4-ə. Yox, burada 3-ə vurur. Burada 5-ə vurur. Deməli, bu vurduğu rəqəmləri hardan alır? Birsiz hardan alır? Bax, 4-ə birsiz niyə vurur? 3 ilə 1-i toplayır, 4 edir ona görə. 3-ə birsiz niyə vurur? 2 ilə 1-i toplayır, 3 edir ona görə. Deməli, ondasa, görək 32-ni nəyəsə vurmalıyıq ki, rəqəmlərin cəmi böyük olsun. 32 neçəyə vuracam? Rəqəmləri cəminə 5-ə. 32-ni 5-ə vursam, alaram 160. Devam edirəm. Biraz aralı baxaq, bütün suallara baxa bilək. Deməli, 78, 79, yenə eyni şəkildə baxacağım bunlara. Ya qarşı-qarşıya, ya da ardıcıl olaraq. Ardıcıl olaraq baxsam, burada 3-dür. Rəqəmləri cəminə baxıram. 3, 5, 8, getmir belə. Necə baxım? Necə baxım? Deməli, 4 ilə 1-i toplasam, 5, 2-yə vursam. Bu bunun 2 qatıdır. Lap olsun 6-nı 2-yə vursam. 12, 3-ü yox alınmır. Ay, bir dəqiqə başlayın, sualım getdi. Burada mütləq ki, rəqəmlərin işləmədir, amma necə? Toplayır, vurur 2. Əslində, bayaq neynədik ki? Toplayıb vurmadıq 2-yə. Burada 6-dan 12-yə getdik, yanlış alındı. Bax, topladı, vurdu 2-yə. Burada da belə gedir. Səhv baxmışıq. 4 ilə 1-i topladı, elədir 5. Vurdum 2-yə 10. Bax, 1 ilə 2-ni topladı 3, vurdum 2-yə 6. 5 ilə 1-i topladı 6, vurdum 2-yə 12. 2 ilə 6-nı toplayacağım. 8 vursam 2-yə 16 almış olaram. Yəni, bu tərəfdəkilərdən digər tərəfə almağa çalışır. Fərqli sual, elə bir şey yoxdur, elə də. Baxaq 75-ə, 95-ə. 95. Bu biraz fərqli sualdır. Bir də 94-də baxacaq. 95-ə baxsaq, neyim? Necə edim? Bunları mən olsam deyəndə elə mənəm. Bax, bunları belə ayıraram, ayrı-ayrı baxaram. Deməli, nə edib? 84 olaraq ya da 48 olaraq fikirləşsəm. 48 2-yə bölündə 24 edir, tamam. Belə baxaq. 8-i 2-yə vursam, ya da 8 ilə 2-ni toplasam, vursam 4-ə edər 40. Bəs 24-ü necə alıbdır? Birini almaq olur, birini almaq olmur. Ondasa necə yanaşaq? Doğrudan. Baxın, bunları toplayanda edir 14. 14 ilə bir şey alınmır. Əslində alınar kimdə baxarıq, gələndə işə yaramayacaq. Nəysə, belə baxaq ki, bunları vurur bir-birinə. Edir birisiz necə? 64. 64 bu ikisinin cəmidir. Düzdürmü? Gələm nə qədər qalın yazır. Aha. Ortadaşların hasili, kənardaşların cəmi. Gəlin birində yoxlayaq, bax bunda yoxlaya bilərik. Bunların hasili 5-i 2-yə vursaq 10, onu da 4-ə 40. 21 ilə də 19-un cəmi edər 40. Doğrudur. Ondasa A-nı tapaq, sonra B-ni tapaq, sonra toplayaq. A-nı tapmaq üçün, bax cəmi neçədir? A-ya dursun da hələ. Cəmi 49 edir. 49 etmək üçün 7-ni vurdum 1-ə, 7. Onu da nəyə vurmalıyam 49 eləsin? A-nın bərabər oldu 7-yə. Niyə yazıram ki? 7. Plus.
Devam edirik. İndi B-ni tapaq. Bu dəfə B-ni kənarda verib, buna görə birinci içərini həll edirəm. 2-ni 3-ə 6, 6-nı 6-ya 36. 36. 17-nin üstünə nə gəlməliyəm 36 eləsin? 19. 19 ilə 7-ni toplasam 26 rəqəmini əldə etmiş olaram. 96-cı sualda baxaq. Eyni qayda, eyni tip suallar. Baxın, bunları toplayır, kvadrata qaldırır. 10 edir də, düzdürmü? Topladı, 10, kvadrata qaldırdı. Bu ikisini cəmi elədi. Birinə də baxın. Bunları topladı, neçə edir? 4, 4, 8, 3 də 11. 11-in kvadratı 121. Bu ikisini də toplayanda 121 edir. Deməli, eyni qayda ilə baxsaq. Bu ikisinin cəmi edir 49. Bəs nə, hansıların? Yəni, bura 7 eləməsi üçün qoymalıyam 4. 4 qoyanda 7, kvadrata qaldıranda 49. Elim oldu 4. Bir də K-im var. Bunları toplasam 5, 6, 1 eder neçə? 12. 12-ni kvadrata qaldırsam 144. Bu ikisinin cəmi 144 etməsi üçün K-nın da qiyməti elə 72 olmalıdır. 72, 4, cəmi 76. Həqiqi variantımız var. Devam edək, devam edək, devam edək. 102-yə də baxaq mı? Gəlin baxaq da. 102. Görək burada nə edibdir? K, elm. Nəyi tapa bilərəm? Baxın, əslində buradan yanaşsaq, həmən dəqiq bunu tapa bilərik. 9 ilə 6 toplayır, tərsini yazır. 9 ilə 6-nı toplayanda edir 15, tərsini yazır. Eyni qaydanı buradan görə bilərəm. 6 ilə 6-nı toplayır, tərsini yazır. 12, tərsi 21. Onda isə 50 taparam. 50 tapmaq üçün onda 6 ilə 7-ni toplayıram. 13, tərsi 31. Elim oldu 31. 31 olmayan variantları getdi. Aha, el oldu 31. Devam edirəm. K ilə M-i necə taparım? Hə, bunu tapmışam da əslində. Nə ilə nəyi toplayanda 26 eləməlidir ki, tərsi olan 62-ni yazaq. 8-in üstünə nə gəlsəm 26 edər. 18 düzdürmü? 18 gəlim ki, 26 tərsi 62. M-im də 18 isə B də getdi, qaldı A. Nəyi tapmadıq? K tapmadıq. Bəlkə ona da baxaq. O da bilirsiniz nədir? Yenə tərsi ədədlərin 7-ni 6-ya vurur, 42. Tərsini yazır bura. Buna da baxaq. Bax, 6-nı 8-ə vurur, 48. Tərsini yazır 84. Mən elə bir 6-nı 9-a vuracam, edəcək 54. Tərsi olan 45-i yazacağam. Yəni, variantında kimi 45. Devam edək, devam edək. Bunların hasilidir. Hamısı da eynidir. 25 olmalıdır ki, yerində vuranda eləsin. Hər biri doğru çıxsın, yəni. 3-ü 25-i 75, 2, 7, 14, 14-ü 25-ə 350, 30-u 25-ə 750. Şifahi sualı idi, o çox asandır. Devam edək. 16 yox, 106. Gözlərim səhv çıxır. 106-cı suala baxsaq. Deyir ki, A-nı 3-ə vuranda B eləsin. A-nı 3-ə vuranda B eləsin. B-dən 9-u çıxanda C eləsin. C-nin üstünə 5-in yanında A eləsin. Yoldaşlar, belə suallarda mən tövsiyə görürəm ki, variantlarla gedəsiniz. Bir saat X-lə, X-lə yazacağınıza variantlara qoyub təsiz baxmaq olar. Deməli, nə inəsəm? 2 qoysam, 2-yi 3-ə vursam 6. 6-dan 9 çıxılmır. Ya da çıxılsın deyək ki, nə olsun? 6-dan 9-u çıxanda edir -3. -3 əyli buymuş. -3-ün üstünə 5 gəlində 2 edir. A variantım doğruymuş. Baxmadım digərlərinə. Hə, bir də nə 108, 109 bu hissə suallarına baxaq. 108 suala baxanda birindən asan baxaq, birindən çətin. Bax, x 2y bərabərdir. X bərabər dediyinə görə hər dəfə x-im elə dairənin özüdür. 2y bərabərdir. 2 dənə hissəyə ayırıb görürsünüz, bunlara y deyir. Mən bunu tapmışam y-dir. Bax, y. 2z plus y deyir. Bunlara da demək ki, z deyir də bu. Bu z-dirsə, bax, neçə z var burada? 4 z varmı? 4 dənə z. Hanı? A variantı. Devam edirəm. Bir dənəsinə çətindən baxaq. 111. Bizə nə verib? Bir dənə fiqur verib, 3 dənə rəqəm verib. Bunları necə müəyyənləşdirərəm? Baxın, bu fiqurumda neçə bucaqlıdır? Böyük fiqurum 6 bucaqlıdır, düzüm? Bu C deyil. Adı nədir? Kub deyil. Səncə 6 bucaqlıdır və bunu bölüb 3 yerə. Niyə elə deyirəm? Bu 5 bucaqlıdır, bu 4 bucaqlıdır. Fəza fiquru deyirlər bunlar. Fəza fiquru olsa tillərinə, təpə nöqtələrinə bunlara baxa bilərik. Deməli, neçə bucaqlıdır? 6 bucaqlı. Bax, burada 4 bucaqlıdır, 4 yazıb. 5 bucaqlıdır, 5 yazıb. Böyük fiquru yazır birinci. İndi bu 8 bucaqlıdırsa 8-dən başlayacağım. Getdi D variantım. Deməli, ikinci məbisi nə deyir? 3 yerə bölünüb. 2 yerə bölünüb.
4 yerə bölünüb. 8 yerə bölünübsə 8 8 davam eləyəcəm, getdi. Qaldım A ilə Y-nin arasında. Görək 3-cü rəqəmim nəyə göstərir? 3-cü rəqəmim deyir ki 4. Mənə deyir ki 4 birisi nəyə göstərir? Deyir ki 3 yerə bölünüb axı. Bunun bölündüyü kvadrata bölünüb. O da yəni 4 bucaqlıdır. Düzdür? İndi buradakı 4-də 2 yerə bölünüb. Bölündüyü fiqura fikir verin. Trapesiyadır, amma yeni 4 bucaqlıdır. Bax burada 4 yerə bölünüb. Bölündüyü fiqur 3 bucaqlıdır. Ona görə 3 yazım. Burada da eyni qayda. 8 yerə bölünsə də bölündüyü fiqur nədir? 3 bucaqdır. Yəni 3 yazacağım. Burada rəngli hissələri ilə fikir verin. 8 yerə bölünüb. 8 bucaqlıdır və 3 nəyəsi qaradır. Elə fikirləşəsiniz. İndi bilmirəm hansı 8, hansı nədir. Devam edək. Bir də fəza fiqurlarından belə baxaq. Yəni hissələri ilə tapmağa çalışın. Fəza fiqurlarında nəyə baxırsınız? Üzlərinin sayına, tillərinin sayına, təpə nöqtələrinin sayına. İndi burada əslində belə olmağına baxmayın. 6, 8, 1, 2 deyil. Sadəcə 3 rəqəmi olduğuna görə o axırıncı 12-dir. Yaxşı, deməli ayırıram. 6 nədir, 8 nədir? Ay. 8 nədir və 12 nədir? Ayıra bilmədim, nəysə ayırmayaq. 6 nədir, 8 nədir, 12 nədir? 6 bilirsiniz nədir? 6 dənə üzü var. Kubun 6 dənə üzü olur. Misal üçün bunun 4-5 dənə üzü var. Düzdürmü? Birinci üzün göstərirsə, mən indi nəyə baxacağım? Bunun neçə üzü var? Bunun neçə üzü olmuş olur? 2, 4, 5, 6, 7 dənə üzü olur. Düz baxıram. 7 dənə üzü var, cavab çıxdı. Digərlərində baxaq da. 8 dənə nəyi var? 8 dənə təpə nöqtəsi var. Bax, bunun 5 dənə təpə nöqtəsi var. Təpə nöqtəsi bu nöqtələri deyirik də. Bu xətlərin birləşməyi. Qoyun qəşəng işləyim sizin üçün bunu. Aha. Deməli, bax 8 dənə nəyi var? Təpə nöqtəsi var. 4 dənəsi də aşağıda. 8 dənə. Bunun neçə təpə nöqtəsi var? Bir dənə burada yuxarıda, bir burada aşağıda, bir burada, bir burada, bir də burada 5 dənə. İndi məndən soruşan fiqurda neçə təpə nöqtəsi olacaq? Bax 5 bucaqlıdır axı. 5-i bu tərəfdə, 5-i o tərəfdə 10. Bax, A variantında ikinci rəqəm 10. İndi bir dənə də üçüncünə baxaq. Üçüncüdə də tillərinin sayıdır. Til deyəndə nəyi nəzərdə tuturuq? Tildə bax bu xətlərdir. Saysız 12 dənə xət var orada. Mənə indi burada neçə dənə xət var deyə soruşsaz. Yaxşı, 5 bu tərəfdə, 5 o tərəfdə. 10. 10. Bir dənə ortada 11, 4 dənə də aşağıda 15 dənə. 15 dənə tili var. Devam edirik. 121'ə də baxaq. 121-də belə göstərəndə bilirsiniz nəyə baxın? Fiqurların nəyinə? 4 bucaqlı deyə 4-ə baxın. 3 bucaqlıdır deyə 3 kimi götürün. 4 ilə 3 kimi yaza bilər. Amma burada 5 bucaqlı deyir axı kənardakı. 6 bucaqlıdır. İçəridəki 4 bucaqlıdır. 2 yaza bilməz. Demək ki, belə deyil. Belə də yenə 4 götürürük. Sadəcə almayıb da bunu. Bunu 4 götürən, bunu 3. Bunu 6 götürən, bunu 4. 6 ilə 4 bilirsiniz nədir? 6-ın kvadratı, 4-ün kvadratı 52. Yəni kvadratların cəmi. 5-in kvadratı plus 6-nın kvadratı. 25 plus yox olmadı. Hə bu 8, 1, 2, 3, 4, 5, 6. Yox alınmırıq. Bu da heç etmir. Bunun kvadratları bunun kubu edir. Ondasa necə yanaşıram? 27 plus 16. Yaxşı. Düz başlamışıq. Hamısında işə yaramır. Fiqurların tərəf sayını yazırıq. Əgər rəqəmim cütdürsə, kvadrata qaldırırıq. K-ı yazıram. Kvadrata qaldırıram. Əgər rəqəmim təkdirsə, mən bunu indirəm, kuba qaldırıram. Onda düz olar. Niyə? Çünki bu 5-in kubuydu. 5-in kubu 125. 6-ın kvadratı 36. 125-in də 36 edər 161. İndi nə edirəm? Burada hansı rəqəmlərim var? 6 bucaqlı, 5 bucaqlı, 4 bucaqlı. Cütləri kvadrata qaldırsam, 6-ın kvadratı 36. 5-in kubu 125. Plus 4'ün, 4'ü də düzdürmü? Hə, 4. 4'ün də kvadratı 16. Əslində 125 ilə 36 edər 161. Üzərində 16 gəlsəm 177. Rəqəmini almış olaram. Biraz çətin sual idi. Növbəti baxım nəyə? Yenə eyni qayda suallardır. Yəni şəbəkə artıq deformasiya suallarına baxaq. Artıq uzun oldu elə. Yaxşı, çox da bir sualımız qalmır. Yəqin ki 45 dəqiqəyə yekunlaşdırarıq. 31-ci sual. 31-ci suala. Bunların hamısı şəbəkə suallarıdır. İmtahanı da düşür. Dövlət quluna da düşür. Magistra da düşür. Necə yanaşıram? 135-ə baxaq misal üçün. Deformasiya və ya şəbəkə sualı.
Deməli, buradakı fiqurla əslində buradakı fiqur eyni. Fiqur yox, belə deyim də, hərflərin ardıcılığı falan eynidir. Yəni A burada B-yə birləşibdirsə, burada da A B-yə birləşəcək. Hansı adısa o B-yə birləşəcək. Sadəcə burada qarışdırıb da, yerlərini qarışdırıb. Belə yox, belə bir şey də bir şəkildə düzəldibdi və onları qarışdırıbdı. Deməli, qarışdırsam yenə də mənim ipucularım var. İpucularım nədən ibarətdir? Mən digərləri ilə bunları necə qarşılaşdırım? Fikir versəniz əgər, burada iki şeyə, bir neçə şeyə fikir verəsiniz. Nəyə? Bu hər dairədən çıxan xətlərin sayına. A-dan neçə dənə xət çıxır? 1 dənə. B-dən neçə dənə xət çıxır? 3 dənə. C-dən 3 dənə, düzdürmü? E-dən çıxır 2 dənə, F-dən çıxır 2 dənə, D-dən çıxır 3 dənə. İndi eyni şəkildə bunu yazıram, digərini yazıram. Bundan 1 dənə, bundan 3 dənə, 2 dənə, 2 dənə, 3 dənə, 3 dənə. İndi deməli, birlər eynidir də, düzdür? Üçləri həmən dəqiqə yaza bilməsək də, birlərin bilirəm ki, eynidir. Yəni A-yı bura yazıram. A-yı bura yazanda A nəyə gəlir? B-yə gəlir də, düzdür? A-dan çıxan xət bir dənə B-yə gəlir. B demək buradadır. İndi nəyə baxıram? B-dən A əlavə, A-dan əlavə 2 dənə xət çıxır. Biri 3-ə gedir, biri 2-yə gedir. Yəni biri D-yə, biri E-yə gedir. İndi 3-ə gedən, B-dən bir dənə xət çıxdı, getdi 3-ə. Düzdür? 3-ə getdiyi nə idi? D idi da. İndi 2-yə gedir bir dənəsi də. 2-yə getdiyi E idi. Yəni B-dən 2-yə gedir. Bax bu 2-yə. Gedir ora. Bu nə olur? E variantı özü də. Yaxşı, davam edirəm. İndi tapmağa çalışıram. 2 dənəsi qalıb da, nəyi tapmağa çalışacağam? 1 qalıb, C, bir də F. F 2-dir, bura olacaq. C də 3-dür, bura olacaq. Yəni mənim axtardığım XF, C-im, Y-im C. A variantı kimi. Bu da bizim deformasiya sualımız. Bu suallar çoxdur, işləmək də istəyərəm, amma video çox uzun olur. Ona görə belə qalır. Nəyə bilməsəniz, hansı izahını istəsəz, məndən əlaqə saxlayın. Mən sizə çəkib göndərəcəm. 42-ci sual. Hə, bunlardan da düşür. Ona görə bunlardan birinə də baxaq. Görək nə edir. Birinci nə etməliyəm? Birinci bax bunu təhlil etməliyəm. Yəni deyir ki A. Gəl baxıram A-ya. Düzdür? A nəyin içindədir? Kvadratın içindədir. Yəni oradan tapıram ki kvadrat seçə bilmədim. Kvadrat nə edir? 2-yə vurur. Vur 2. İşi budur. Davam edirəm. B-yə qayıdıram. B 2 dənə dairənin içindədir. 2 dəfə 3-ə vurubdur. Yəni dairənin işi nədir? Vur 3. Aha. Davam edirəm. Bax, C bölünsün 4. C hardadır? Üçbucağın içindədir. Üçbucağın işi demək ki, nədir? Üçbucağın işi 4-ə bölməkdir. C bölüb 4-ə. Davam edirəm. Bir dənə qaldı deyim. Deyim nədir? Deyimdə bir dənə ilə sadə altıbucaqların içində yerləşir. Elə bunun işi nədir altıbucaqlının? Toplamaq. Çəkim də buradan altıbucaqlına da. Nə istə altıbucaqlı qəbul. Eləyin. Çəkirəm, mənim rəssamlığım heç yoxdur. Aha, altıbucaqlı. Bu da nə edir? Topla deyir. Hamısını toplayıram. İndi gəldim nəyə? Məndən soruşanım. Birinci, nədən başlayaq? Buradan 1-dən başlayaq da. Kvadratın işi nə idi? 2-yə vurmaq. 1-i 2-yə vursam 2, 2-ni də 2-yə vursam 4. Plus. Dairənin işi nə idi? 3-ə vurmaq. Amma 3 dənə dairədir. Yəni 3, 3, 3. Bu elədi 27. 27-ni də 2-yə vursam 54. Davam edirəm. İndi üçbucağın işi nə idi? Bölmək. 4-ə bölmək. 64-ü, amma 3 dənə üçbucağın içindədir. Yəni bölürəm 4-ə. 64-ü bölürəm 4-ə. Neçə edir? 64-ü 4-ə böləndə edir. 1, 6. 16. Hə. 16. 16-nı da 4-ə bölsəm 4. 4-ü də 4-ə bölsəm 1. Toplayanda edir 59. Cavabım yoxdur. Hə, bir də 7 var. 7-ni unutduq. Plus 7. 59, 7, 66. C variantı. 43-cü sual da baxaq. Deməli. Bax, buradakı rəqəmlər bu fiqurla bu fiqur bir-birinə bərabərdir. Oh, yox, bərabər niyə qoymadıq? Aha, bərabərdir. Deməli, bərabər demək nə deməkdir? 2A plus B bərabərdir 19-a. Yazıram buradan. 2A plus B 2A plus B bərabərdir 19-a. İndi digərlərini tapacağım. B plus C bərabərdir 15-ə. B plus C bərabərdir 15-ə. Bir də ki, 2B plus 3C, 2B plus 3C bərabərdir nəyə? 42-yə. Məndən nəyi soruşur? A plus B plus C-ni. Əslində fikir versəniz, 2 dənə A, 2 dənə A yoxdur başqa. Yox, 2 dənə A-dır, 3B-dir 3C.
Yox, onda elə getməyək. Tapmağa çalışaq. Bəlkə elə yerinə ədəd qoyaq. Nə etsəm daha tez alınır? Elə yerinə ədəd qoysam daha tez alınır. Yaxşı. Onda yerinə ədəd qoysam fikirləşirəm nə ola bilər? Yox, yerinə ədəd qoysam çox uzun gedəcək. Yəni uzun getməyəcək. Əslində tez tapmaq olar. Sadəcə bizə çox rəqəm var. Yəni çox şey yoxlamalıyıq. Gəlin onda elə yerinə rəqəm qoymaqdan bəlkə böyük ədədlər verəcək sizə. Və buradan B-im nəyə bərabərdir? B-im bərabərdir 15 minus C-yə. Düzdürmü? 15 minus C. Gətirib burada B-in qiymətini qoyuram yerinə və vururam 2-yə. 2-ni vursam 15 minus C-yə alınacaq 30 minus 2C. Hamısını C-yə gətirirəm. C-yə tapacam, sonra qoyacam yerinə. Plus 3C bərabərdir 42-yə. Burada edir C bərabərdir. Digər tərəfə keçsə 12-yə. C 12-dirsə B-im oldu 3. B-im 3-dürsə 19-dan 3-ünü çıxsam 16, A-im oldu 8. Məsələn, toplasam 12, 8, 3. Bu da edər 23. 23 cavabımız yoxdur. Nə yoxdur? Hə, 23 cavabımız var ya. Səhv suala baxıram. 144-ə baxırdım, 143-ə baxırıq. Yaxşı, davam eləyək. Qutarırıq elə. Bir dənə 146, 148-dən. Bunlardan birinə baxırıq. Bir də 151-ci axırıncı sualın izahını verəcəm. Deməli, bax 148-ə. Bunlar əslində burada bulud sualıdır. Dövlət qulluğunda bulud sualı biraz fərqli düşür. Yəni bizə fiqurlar, arasındakı fiqurları verir. Fiqurlarından, bucaqlarından nəsə çıxartmağa çalışırıq. Davam eləyək. Görək elə necə gedibdir. Burada kvadratlarla əmələ gələn fiqura bir baxıram, x-i tapıram. Bura bir baxıram, y-i tapıram. Ondasa necə gedib? 2 ilə 6 topladım. Toplamayaq. Biz buna gəlin ardıcıllıq kimi baxaq. Yəni 2-dən 6-ya nə edib? Bunu vurub 3-ə, 2-ni vurub 3-ə edib 6. 2-ni vurub 3-ə, belə deyək də, vur 3. Edib 6. Sonra altdan çıxıb 2-sin 4. 4-ü vurub 3-ə yenə. Edib nə? 12. 12-dən çıxıb 2-sin 10. Vurub 3-ə 30. 2-sin çıxıb vuracaq 3-ə. 3-ə vursam 60, 24. 84 edər bu. X-im 84. İndi y tapaq. Y-də nə edib bəs? Baxıram ki 3 gəldi, 6 gəldi. 21-dən 9-a plus 3 yazın buradan. Sonra plus 6 yazın. Qalanını özüm biləcəksiniz. 21-dən 30-a 9 gəldi, 12 gəldi, 15 gəldi. Növbəti 17 gələcək. 17-də gəlsəm, 57-nin üstünə 14-ün gəlsəm edər 74. Yaxşı, bu da 74 isə 84-ün də 74-ünü toplasam 84-lə 74-ünü toplasam nəyəsə səhv yazmamışam ki. Hə, bu 74 eləmirim. Bir dəqiqə gözləyin. Neçə gəldik? 17 mi gəldik? Hə, fərqli, səhv baxdıq. Nəyə görə? Çünki 3-3 artırdı. 3, 6, 9, 3, 6, 9, 12, 15, 18 olacaq. Yəni 18 gələcək. 57-nin üstünə 18 gəlsə edər 7. Hə, burada səhv yanaşdıq. Çünki 3 toplayırdı. 3 artırdı daha doğrusu. 3, 6, 9 gəldik, 12 gəldik, 15 gəldik. Növbəti 18 gələcəm. Yəni 57-nin üstünə 18 gəlsəm edər 75. Y-imi alaram 75. 84-ün də 75 toplasam 159 rəqəmini almış olaram. Davam edirik 151. 151-ci sualda. Yoldaşlar, əgər fərqli fiqurların, yəni bucaqları fərqli olan fiqurların içərisində rəqəm görürsünüzsə, o fiqurların mütləq nəzərə alın. Baxın, yuxarıdakı dairələrin nəyi nəzərə alacağım axı? Həm sıfırdır, həm də ki, hamısında eynidir. Amma burada, bax, 4-ün yerləşdiyi nəyin içində? 5 bucaqlının içində. 8 deyil, 6-dır. Bu 6 bucaqlının içində, bu 4 bucaqlının içində, bu 8 bucaqlının içində, bu da 3 bucaqlının içində. İndi bunları da nəzərə alsam, bu da 5 bucaqlıdır da, düzdür. Bir də nəsini nəzərə alaq gedək, sonra qaydaq. Mən 4-ü almağa çalışıram. Sual işarəsi oradadır, həm də fərqlidir da digərləri ilə. Deməli, 4-ü almağa çalışsam, 5-i 4-ə vursam, 20 bölsəm 5-ə, o alınır. Digərini də baxsaq bir dəfə. 5-i 7-yə vursam, bura baxıram. 5-i 7-yə vursam, 35 3-ə bölünmür heç. Demək ki, bu yanlışdır. Digərinə 5-ə vurmanın da yeri yoxdur. Onda belə baxaq. 5-dən 5-in çıxır, üzərinə gəlir 4-ü. Tamam. Bunda da yoxlayaq. 5-dən 7-sin çıxır. Nə edir? 5-dən 7-sin çıxsam, mənə verər, bu 9-dur. 5-dən mənfi 2, mənfi 2 ilə də 3 toplasam edər 1. Yox, burada alınmadı. 5 ilə 6, 5-dən,
Hə, alınmadı. Niyə? Çünki səhv elədim. Niyə? Çünki birində topladım, birində çıxdım. Artıq dərsin sonlarına doğru deyəsən beynim düz işləmir. 5-dən 7-yə çıxdım -2. -2 ilə də 7-ni toplasam 3-ün çıxdım. Ay, qurtardıq. 5-dən 7-ni çıxmırdıq, 5-dən 3-ü çıxırdıq. Sualı izah eləməsəm daha yaxşı olardı deyəsən. Baxın, 5-dən 3-ün çıxdım, 2. 2 ilə də 7-ni topladım, 9. Durun, təzədən izah edəcəm. Aha. Neynədim burada? Yazım da. Tez qutarsın deyə yazmıram. Ona görə də səhv alınır. +4. Düzdür. Bərabərdir 4-ə. Onda burada növbəti ikincinə baxaq. Bunda da yoxluyum. 5-dən çıxsam 3-ün 2. Üzərini gəlsəm 7, 9. Düzdür da, düz tapmışıq. Onda nə edirəm? Məndən soruşana baxıram. Bax bura. Deməli, 5-dən çıxıram 4-ün üzərini gəlirəm 9 nə edir? 10. Y variantı. Mövzu izahımız bu qədər. Axırıncı sualı 10 dəfə dedik, 10 dəfə də səhv oldu. Axırıncı 11-ci də tapdıq. Növbəti dərsimizin izahı nədir? Cədvəllər. Cədvəllər mövzusunu izah edəcəm. Cədvəllər mövzusuna daha çox baxacağıq. Bəlkə bir videoda, bəlkə də 2 videoda izah edəcəm. Deməli, burada qalanlardan hansı sizə maraqlıdır, hansının cavabını tapa bilmirsinizsə, açıqlamada da həm də YouTube səhifəsində daxil olub, orada biodakı nömrə ilə mənlə əlaqə saxlayıb izahları öyrənə bilərsiniz. Həmçinin Instagram səhifəni keçid edin. Orada ancaq qəbul suallarını paylaşıram. Suallar ilə tanış olun. Hələlik növbəti sual görüşmək üzrə.